Herkese salam. Bugünkü vloguma xoş gəldiniz. Sinifə gəldik. Hətta mən burada Fidanın qızını kontrol edirəm. Burada qrup yoldaşlarımdır. Sonra isə biz imtahanı verəndən sonra balaca qızın xonçasına əşyalar almağa Oliviyaya uğradıq. Orada bir iki şey almalıydım. Burada görürsünüz ki, Divaşın glosslarını görürəm. Bunu son vaxtlar hamıda görürəm. Amma endirimlər çox xoydu. Yəni çox mükəmməl endirimlər vardı. Hətta Zepiros'da məhsulları belə endirimə düşmüşdü. O dərəcədə, yəni çox uyğun qiymətə. Hətta Oliviyada belə aksesuar yeri də var ki, mükəmməl, yəni ötəsi bəyəndim. Sonra isə gedirik mola. Dedik ki, gedək bodylərə baxaq Next-də. Və gedirik içəri. Burada görürsünüz ki, çox qəşəng paltarlar var. 0-18 ay, 2-3 yaş, 3 ay, 6 ay, yəni bütün uşaqlara görə yəni var da nə qədər paltar. Burada isə anamız özü paltarda seçir və digər paltarlara da baxın, bodylərdir. Çox qəşəng minnoş şeylər var idi da, yəni. Sonra isə Zara'ya getdik, amma Zara'nı heç bəyənmədim. Çünki Zara'nın içərisinə girən kimi o qədər belə çox qatma qarış paltarlar hərəsi bir yerdə idi. Qorxub çıxdım uşaqlar. Gələn vloglarda görüşənədək.